Salam əziz izləyicilər, hər biriniz kanala xoş gəldiniz. Bugün sizinlə birgə 6-cı siniflər üçün Azərbaycan dili monitoring kitabından Albatroslar mətnini oxuyub, həmçinin suallara cavab verəcəyik. İlk növbədə mətni oxumağa başlayırıq, daha sonra isə suallara cavab axtaracağıq. Albatroslar uçuş qabiliyyətləri və böyük qanad genişlikləri ilə seçilən dəniz quşlarıdır. Əsasən Cənub okeanında və Sakit okeanın şimalında geniş yayılan bu quşlar həm də Antarktika və Yeni Zelandiya sahillərindən başlayaraq müxtəlif bölgələrdə rastlanır. Albatroslar nəsli kəsilmək təhlükəsi altında olan quşlar arasında yer alsa da, ümumilikdə 21 müxtəlif növü ilə. Bu nəhayət quşlar arasında ən böyük qanad genişliyinə malik. Onların qanadları 2,5-3,5 metr uzunluğa çatır. Bədənlərinin uzunluğu isə 1 metrdən çox. Albatroslar həyatlarının 92%-ni açıq dənizlərdə keçirir və quruya yalnız çoxalmaq üçün və ya güclü fırtınalar zamanı enir. Onlar dalğalar üzərində asanlıqla uzun müddət dayanmadan uça bilir. Albatrosların uçuş qabiliyyəti heyrətamizdir. Onlar hava axınlarından və küləkdən istifadə edərək ziqzaqvari hərəkətlərlə və qanad çalmadan saatlarla uçurlar. Geniş qanadların küləyə qarşı tam açaraq hava axınlarında sabit qalmaq bu quşların əsas xüsusiyyətlərindən biridir. Bu unikal xüsusiyyətləri onları digər quşlardan fərqləndirir və böyük məsafələri ən minimal enerji ilə qət etməyə imkan yaratır. Albatrosların qanad strukturu onların uzun uçuşlara daha da uyğundur. Qanad sümüklərində xüsusi kilit sistemi mövcuddur ki, bu sistem qanadların açıq vəziyyətdə sabit qalmasına kömək edir. Bunun sayəsində əzələ gücündən istifadə etmədən saatlarla, hətta günlərlə uçmaq mümkün olur. Qidalanma baxımından albatroslar balıqlarla, kalmarlarla və digər kiçik dəniz canlıları ilə qidalanırlar. Onlar okeanın üzərindəki yüksələn hava axınlarından istifadə edərək enerjilərini qoruyur və geniş məsafələrə səyahət edirlər. Albatrosların bədənlərində xüsusi vəzlər də mövcuddur ki, dəniz suyunda olan artıq duzu xaric etməyə imkan verir. Bu, onların dənizdə uzun müddət yaşamaları üçün əvəzsiz bir yoldur. Təəssüf ki, hər il yüzlərlə albatros balıq torlarını ilişərək həlak olur. İnsan fəaliyyəti, xüsusilə balıqçılıq və turizm bu quşların nəsli kəsilmək təhlükəsini daha da artırır. Beləliklə mətni oxuyub bitirdik. İndi isə suallara cavab axtarmağa keçirik. Birinci sualda qeyd edilib ki, mətnin məzmununa uyğun olaraq cümləni tamamlayın. Albatroslar həyatının 92%-ni nöqtə-nöqtə keçirir. Uşaqlar, albatroslar həyatlarının 92%-ni açıq dənizlərdə keçirir və onlar yalnız yerə, yəni quruya çoxalmaq üçün və yaxud da güclü fırtınalar zamanı enirlər ki, burada qeyd edilir. İkinci sualda verilib ki, mətndə nədən bəhs olunmur? A. Albatrosların nəsli kəsilməsindən. Albatrosların nəsli kəsilmək təhlükəsi olduğundan. Həmçinin hər il torlara bir xeyli albatrosların ilişib ölməsindən bəhs edilir. Albatrosların çoxalma prosesindən bizə elə bu cavab lazımdır. Çünki orada necə çoxalmasından bizə ətraflı məlumat yoxdur. Sadəcə kiçik şəkildə qeyd olunur ki, quruya sadəcə çoxalmaq üçün. Yəni çoxalma prosesi bəhs edilmir burada. C-də yazılıb qidalanmasından digər variantlara da yenə də nəzər salaq. Qidalanmasından, yəni dəniz canlıları ilə, balıq və yaxud da kalmarla qidalanmasından söhbət gedir. Albatrosların qanadlarından 2,5-3,5 metr olduqlarından da burada qanadlarının deməli yuxarıya qanadların uzunluğunun 2,5 və 3,5 metr olmasından da burada bəhs edilir. 3-də albatroslar hansı heyvanlarla qidalanmır, deyir uşaqlar. Bayaqlarını qeyd etdim. Balıqlar, kiçik dəniz canlıları və kalmarlarla qidalanır. Dəniz quşları ilə qidalanır. Albatrosların sayını azadan əsas səbəb nədir? Təbii ki də insan fəaliyyətidir ki, insanların torlarına hər il bir xeyli albatroslar ilişərək tələf olurlar. Albatrosların həyatını ən çox təhlükəyə atan nədir? Əlbəttə ki, balıqçılıq və turizmdir. Mətn haqqında deyilənlərdən hansı səhvdir? 6-cı sualda verilibdir. Qanad sümüklərində xüsusi kilit sistemi mövcuddur. Bəli. Bu fikir tamamilə doğrudur. Albatroslar balıq torlarına ilişərək həlak olur. Bu da son hissədə qeyd olunmuşdur. Bədənlərinin uzunluğu 3,5 metrdən çox da xeyr. Qanadlarının uzunluğu 2,5-3,5 metrə çatır. Qanadları burada qeyd olunubdur. Bədənlərinin uzunluğu isə qeyd olunmur. Albatroslar küləkdən istifadə edərək ziqzaqvari hərəkətlə uçurlar. Bu da mətnini tapmışdır. 6-cı sualı keçdik. 7-ci suala baxırıq. Albatroslar yerə nadir halda enməsinin səbəbi nədir? Demişdim ki, güclü fırtınadan qorunmaq üçün və yaxud da çoxalma prosesində onlar sadəcə yerə enirlər. Albatroslar dəniz quşları arasında nəyə görə məşhurdur? Əlbəttə ki, bu da ikinci abzasda öz əksini tapmışdı. Onlar böyük qanadlarının, yəni 2,5-3,5 metr olması ilə fərqlənirlər. Hansı yarım başlıq 3-cü abzasın məzmununu əks etdirir? Baxırıq 3-cü abzasa biz.
Birinci abzasımız bizim, ikinci abzasımız ve üçüncü abzasımız. Albatrosların uçuş qabiliyyəti heyrətamiz. Onlar hava axınlarından və küləkdən istifadə edərək ziqzaqvari hərəkət və qanad çalmadan saatlarla uçurlar. Geniş qanadlarını küləyə qarşı tam açaraq hava axınlarında sabit qalmaq bu quşların əsas xüsusiyyətlərindən biridir. Bu unikal xüsusiyyətləri onları digər quşlardan fərqləndirir və böyük məsafələri ən minimal enerji itkisi ilə qət etməyə imkan yaradır. Qayıdırıq sualımıza. Üçüncü abzas. Qidalanmadan söhbət getmir. Nəslin kəsilməsindən söhbət getmir. Albatrosların həmçinin yaşadığı yerlər əsasən birinci abzasda qeyd olunubdur və cavabımız olacaqdır B variantı. 10-cu sualda verilir ki, albatrosların uzun məsafələrə uçuşlarını nə asanlaşdırır? Albatrosların uzun məsafələrə uçuşunu asanlaşdıran onların qanad strukturu, yəni qanad sistemləridir. Qanadlarının quruluşudur. Mətnin məzmunu ilə ziddiyyət təşkil edən fikir hansıdır? Albatroslar okean üzərindəki yüksələn hava axınlarından istifadə edərək enerjilərini qoruyurlar. Bəli, burada mətin cavabdır. Albatroslar böyük məsafələri çox böyük enerji itkisi ilə qət edirlər. Xeyr, əksinə çox az enerji itkisi ilə qət edirlər. Yəni demək olar ki, enerji balanslarını qoruyub saxlayırlar. Cavabımız B variantıdır. Albatroslar quruya yalnız çoxalmaq və yaxud da güclü fırtına zamanı enirlər. Bu da mətndə öz əksini tapıb. Albatroslar əsasən Cənub okeanında və Sakit okeanı şimalında geniş yayılıblar. Həmçinin bu da öz əksini tapmış suallardandır. 12-ci sualda qeyd olunubdur. Albatrosların bədənlərində hansı uyğunlaşma onlara dəniz suyunda yaşamağa kömək edir? Cavabımız olacaq D variantı. Duzları xaric edən xüsusi vəzlərinin olması onların dəniz suyunda uyğunlaşmasına kömək edir. Albatroslar enerjilərini necə qoruyurlar? Günəş enerjisini udaraq, balıq ehtiyatını donduraraq, hava axınlarından istifadə edərək cavabımız olacaqdır C variantı. Atində hansı sualın cavabı yoxdur? Albatroslar duzu nə ilə ixrac edirlər? Bayaqlarında qeyd etdiyimiz üçün xüsusi vəzləri var bunun üçün. Albatrosların əsas qidası nədir? Kalmar, balıqdır. Həmçinin dəniz canlılarıdır əsas qidası. Albatrosların neçə növü vardır? Səhv etmirəmsə 21 növü var idi, qeyd olunmuşdur. Bəli, 21 müxtəlif növü ilə tanınırlar. Biz deməli, C variantında çıxırıq. Albatrosların çəkisi nə qədər olur? Biz albatrosların çəkisinin nə qədər olduğunu mətndə görə bilmirik. 15-ci sualda qeyd olunub ki, albatrosların qanad genişliyinin ən böyük ölçüsü neçə metrə çata bilər? Əlbəttə ki, ən kiçik ölçü 2,5, ən böyük ölçü isə 3,5 ola bilər. Beləliklə, biz suallarımızı cavablandırmış olduq. Digər videoda Nərgiz Gülmətini oxuyub sualları cavablandıracağıq. Görüşənədək.